baxdıqca baxılan ATV-də növbəti səs-küy yaradacaq layihə. Duz cavab. Duz cavab tezliklə ATV-də. Bir dəqiqə. Süfrədə nə çatmır? Süfrədə süfrə çatmır. Süfrə deyə bilmərəm, amma bunda 100% dəsə çatmır. Zarafatlarla dolu olan bu layihədə iştirak edən məşhurlar əylənəcək, təəccüblənəcək, həm də kimin duzsuz olduğunu üzə çıxaracaqlar. Burada intellektual suallar veriləcək. Cürbəcür istənilən suallar veriləcək, intellektual. Biz çalışırıq ki, o suallara duz cavab verək. Qonaq da olur orada, istənilən show biznes nümayəndəsi, məsələn, aktyor da ola bilər, müğənni də ola bilər orada. Onlar da çalışırlar ki, duz cavab versinlər, amma düz cavab da verə bilərlər. Tapdım və çatmır. Lənkəranın ağ alması. Hə? Yox, məncə siz çatışmırsınız. Gəlin oturun çörək yeyək də. Sushi. Ay kişi, Tapdım. Süfrədə ən vacib olan şey çatmır. nədir o elə? Mən də onu axtarıram ki, bu nədir? Duz. Tamaşaçıları da indidən xəbərdarlıq eləyək ki, veriliş çox gülməli olacaq. Atmacalar da olub orada. Biz suallarımızda show biznes əhlindən də danışmışıq. Suallarımızda tarixi şəxsiyyətlərdən də danışmışıq. Verilişin tam belə özəlliyi odur ki, başqa verilişlərdən bu daha çox improvizə üzərində qurulub. Yəni bədahətən biz orada danışırıq, zarafatlar eləyir və çalışırıq suallara bədahətən duz cavab verək. Ömrü boyu duzun çatmadı da sən. Düzdür. Cavab duzdur. Duz? Doğrudan ha. Duz yoxdur ki. Doğrudan. Bəs duzu hardan tapaq? ATV-dən. Bir dənə duza görə duraq ATV-yə gedək. Düzdür. Duz ancaq ATV-dədir. KVN-in klassik növüdə bir razminka deyilən bir şey var idi. Onun televiziya formatında belə deyək də, daha çox hazır, burada aktyorluqdan daha çox hazır cavablığa daha çox yer verilir, belə deyək. Məsələn, ilkini rejissordur, amma siz aktyor kimi tanımamısınız. Hazır olduğuna görə buradadır. Odur ki, şou əhli, intellektinizi gücləndirin ki, 4 gəncin hazırladığı suallara doğru cavab verəsiniz. Yoxsa ki, onların da dediyi kimi cavabınız duzsuz olar. Bəzi məşhurlar verilişin sonunda verilişə görə ən duzsuz cavab verən şəxsi seçirlər. Biz indi demirik, verilişdə baxıb görərsiniz, o sürprizdir, həmən duzsuz insanlar kim oldu. Hətta bizim tanınmış müğənnimiz, tanınmış aktyorumuz özünü duzsuz çıxartdı. Və bir şey deyim ki, verilişin axırında, onu qeyd edeyim mən, verilişin axırında belə bir şey var ki, qonağa mən müraciət edirəm ki, bizim aramızda kim suala duzsuz cavab verdi. Az da olsa kimin duzu yox idi də. O da o bizim aramızdan bir nəfəri duzsuz çıxardırıq, meydan mərkəzinə gətiririk, həmən adama duz veririk. Və sonda demək istəyirəm ki, bizim verilişimiz, duz cavab verilişi intellektual verilişlər arasında ən gülməli verilişlər arasında isə ən intellektual verilişdir. Onu da qeyd edək ki, artıq bu həftədən duz cavab baxdıqca baxılan ATV-də olacaq.